Vaxtınız xeyir olsun. Mən Rəvani Asiman. Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Azərbaycan dilini daha yaxşı öyrənmək istəyən şəxslər üçün video dərslər hazırlayıram. Yəni YouTube sinifimə xoş gəlmisiniz. Əvvəlki dərsimizdə biz söz yaradıcılığı haqqında ümumi məlumatlardan danışmışdıq. Söz yaradıcılığını dilin emalatxanasında bənzətmişdik. Bu dərsimizdə isə həmin emalatxananın əsas alətləri ilə tanış olacağıq. Yəni, leksik və qrammatik şəkilçilərlə. Bu dərsdən sonra əminəm ki, leksik və qrammatik şəkilçiləri bir-birindən daha yaxşı fərqləndirəcəksiniz, bir-birindən ayıracaqsınız. Qeyd dəftərinizi və qələminizi götürün, getdik emalatxanamıza. Başlayaq. Deməli, birinci sualımız leksik və qrammatik şəkilçilər nədir? Əvvəlcə nə olduğunu bilməyimiz lazımdır. Deməli, leksik və qrammatik şəkilçilər nədir? Aha, nə olduğunu bilək, daha sonra xüsusiyyətlərini hər birini izah edəcəm. Aha, deməli, leksik şəkilçilər, baxın, yadınızda saxlayın. Leksik şəkilçi, yazım. Leksik şəkilçilər söz kökünə qoşulur və sözün mənasını dəyişdirir. Yeni bir söz yaradır. Baxın, yazıram. Mənanı dəyişdirir. Yeni bir söz yaradır. Baxın, leksik şəkilçinin açar sözləri dəyişdirir, yaradır. Və yaxud da məna, yeni bir məna qazandırır. Yəni, leksik şəkilçilər necə şəkilçilərdir? Baxın, bu önəmli məsələdir. Diqqət eləyin. Leksik şəkilçilər söz düzəldici şəkilçilərdir. Söz düzəldici. Aha, baxın. Buna diqqət edin. Söz düzəldici şəkilçilərdir. Qrammatikdə isə söz dəyişdirici deyəcəyik. Bəs yaxşı, necə yadda saxlayaq? Baxın, yeni bir söz yaradır. Məsələn, biz bir şeylə məşğul olanda deyirik ki, məsələn, gildən müxtəlif əşyalar düzəldirik, yaradırıq. Baxın, yaratmaq, düzəltmək. Yeni söz yaradır, yeni söz düzəldir. Leksik şəkilçilər söz düzəldici şəkilçilərdir. Bu şəkildə yadda saxlayın. Nümunə olaraq yazsaq, məsələn, bir kök götürək, bir söz götürək. Tutaq ki, kitab sözü, ən məşhur nümunə. Kitab sözünə gəlin elə bir şəkilçi artıraq ki, onun mənası dəyişsin, yeni bir söz yaransın. Məsələn, kitabçı və yaxud da kitabxana. Kitabxana. Kitab sözün köküdür, kökün işarəsi belə göstərilir. Ç, leksik şəkilçidir. Yenə də kitab sözün köküdür, xana, leksik şəkilçidir. Yeni bir söz yarandı. Sözün mənası dəyişdimi? Dəyişdi. Kitab əşyadır, kitabçı, kitab satan şəxsdir. Kitab əşyadır, kitabxana, kitabların olduğu yerdir. Yeni bir mənalı söz yarandı. Yeni söz düzəldi. Deməli, bu şəkilçi leksik şəkilçidir. Leksik şəkilçinin nə olduğunu bildik. İndi keçək qrammatik şəkilçiyə. Yazıram qrammatik şəkilçi. Aha, qrammatik şəkilçi isə sözə qoşulur, sözün formasını dəyişdirir. Deməli, sözə qoşulur, sözün formasını dəyişdirir. Baxın, yeni söz yaratmır, mənanı dəyişdirmir. Sözün formasını dəyişdirir. Burada açar sözlərimiz forma və dəyişdirmək sözləridir. Deməli, qrammatik şəkilçilər necə şəkilçilərdir? Söz dəyişdirici şəkilçilərdir. Söz dəyişdirici. Leksik şəkilçilər söz düzəldici, qrammatik isə söz dəyişdirici şəkilçilərdir. Məsələn, baxaq görək hansı şəkilçi qrammatik şəkilçidir. Yazıram yenə də kitab sözünü, kök kimi kitabı götürürəm.
Buna elə bir şəkildə artıraq ki, sözün mənası dəyişməsin. Sadəcə sözün forması dəyişsin. Kitablar. Baxın, kitab yenə də əşyadır. Kitablar həmin əşyanın çoxluğunu bildirir. Forması dəyişdi, məna dəyişmədi. Deməli, lar qrammatik şəkilcidir. İşarəsi də belədir. Yarım dairə. Baxın, bu şəkildə yadda saxlaya bilərsiniz. Aşağıda daha ətraflı izah eləyəcəm. Və yaxud da kitab, kitabım. Kitab əşyadır. Şəkilcisi həmin kitabın mənə məxsus olduğunu bildirir. Yəni forması. Yəni formasını dəyişdi, mənasını dəyişdirmədi. Deməli, leksik şəkilcilər sözə qoşulur, mənanı dəyişdirir, yeni bir söz yaradır. Qrammatik şəkilcilər isə sözün kökünə qoşulur, sözün formasını dəyişdirir, yeni bir söz yaratmır. İndi növbəti hissəmizə keçək. Növbəti sualımızı qeyd eləyirəm. Deməli, leksik və qrammatik şəkilciləri niyə öyrənmək lazımdır? Nə üçün öyrənək? Bu niyələrin cavablarını yazmıram. Yazsam çox vaxtımız gedəcək. Sadəcə qeyd edirəm, siz qeyd dəftərinizə yaza bilərsiniz. Deməli, niyə öyrənmək lazımdır? Ona görə öyrənmək lazımdır ki, birinci məsələ, sözlərin baxın necə qurulduğunu, hansı məntiq əsasında formalaşdığını anlamağımıza xidmət eləyirlər. Məsələn, biz bildik ki, leksik şəkildə sözə qoşulanda yeni bir söz yaranır. Deməli, düzəltmə sözləri yaranır. Yaxud qrammatik şəkildə sözü qoşulanda sözün forması dəyişdi. Yeni bir söz yaranmadı. Biz artıq sözlərin necə qurulduğunu, hansı məntiq əsasında formalaşdığını artıq bildik ki, sözün kökü olur, leksik şəkilcilər olur, qrammatik şəkilcilər olur və s. Yəni sözləri daha aydın analiz edə bilirik. Sözlərin necə qurulduğunu artıq daha yaxşı müşahidə edə bilirik. Daha sonra bu mövzuları öyrənmək bizə nələrdə xidmət eləyir? Leksik və qrammatik şəkilciləri fərqləndirə biləcəksiniz. Yəni siz leksik və qrammatik şəkilciləri, onların xüsusiyyətlərini ayrı-ayrı öyrəndikcə biləcəksiniz ki, hansı şəkilci leksikdir, hansı qrammatikdir. Siz sözü tərkibinə görə daha yaxşı təhlil eləyəcəksiniz və yaxud sözün quruluş növlərini bir-birindən ayıra biləcəksiniz. Başqa nə deyə bilərik? Yeni düzələn sözlərin mənasını daha tez anlaya biləcəksiniz. Test tapşırıqları, ən əsas test tapşırıqlarını daha asan həll eləyəcəksiniz bu mövzuda. Belə, yəni kifayət qədər niyənin cavabını tapdıq. Niyə öyrənməliyik? Testləri daha yaxşı yazmaq üçün, leksik və qrammatik şəkilciləri bir-birindən daha yaxşı fərqləndirmək üçün, sözün sadə və ya düzəltmə olub-olmadığını tapmağımız üçün və ən əsası da sözlərin necə qurulduğunu, necə yarandığını, hansı məntiqlə formalaşdığını öyrənməyimiz üçün bu şəkilciləri öyrənmək lazımdır. Deməli, bu sualı da cavablandırdıq. İndi üçüncü sualımıza keçə bilərik. Üçüncü sualımız hansı sualdır? Leksik və qrammatik şəkilcilərdə nələri mütləq bilmək lazımdır? Belə, əvvəlcə siz leksik və qrammatik şəkilcilərin xüsusiyyətlərini bilməlisiniz. Daha sonra şəkilcilərin yazılışlarını bilməlisiniz. Bir də bitişdirici samitlər var, onun haqqında bilməlisiniz. Hər birini qeyd eləyəcəm bir-bir. Başlayaq leksik şəkilcilərin xüsusiyyətlərindən. Leksik şəkilcilərin xüsusiyyətləri hansılardır? Əvvəlcə dedik ki, işarəsi belədir. Dağ işarəsinə oxşuyur. Baxın, budur işarəsi. Biz sözü tərkibinə görə təhlil eləyəndə leksik şəkilciləri bu şəkildə işarə ilə göstərəcəyik. Yəni, bu dağ işarəsinə bənzər bir işarə ilə. Daha sonra leksik şəkilcinin nə olduğunu yuxarıda izah elədim. Sözün mənasını dəyişdirir. Məna, artıq yazmıram, cümlə olaraq siz biləcəksiniz, açar sözü yazıram. Mənasını dəyişdirir, yeni söz yaradır. Bu leksik şəkilcilərin əsas xüsusiyyətlərindən biridir. Sonra, digər adı nə idi? Söz düzəldici şəkilcilərdir. Bunu da yuxarıda izah eləmişdim ətraflı. Baxın, burada diqqət eləyin. Leksik şəkilcilərin içərisində milli şəkilcilərimiz də var.
alınma şəkilçilər də var. Milli şəkilçilər 2 və 4 cür yazılan şəkilçilərimizdir. Alınma isə bir variantlı şəkilçilərdir. Məsələn, dar şəkilçisi və yaxud da vari şəkilçisi, xana, keş, kar və s. Bu şəkilçilər bir cür yazılır, alınma olanlar və ahəng qanununa tabe olunur. Ondan bilərsiniz ki, bu şəkilçilər alınmadır. Çünki milli sözlərimizdə belə bir xüsusiyyət var idi ki, Azərbaycan dilinə aid olan sözlər ahəng qanuna tabe olur. Eyni zamanda şəkilçilər də belədir. Deməli, leksik şəkilçilərimiz dedik ki, millilər də var, alınmaları da var. Qrammatikdə alınma yoxdur. Leksikdə isə həm milli, həm də alınma şəkilçilər var. Daha sonra, leksik şəkilçilər həm kökdən əvvəl işlənə bilir. Kökdən əvvəl, həm də kökdən sonra. Baxın, burada nəyə diqqət edin? Kökdən əvvəl yazdığım var. Kökdən əvvəl olanlar sadəcə alınmalardır. Məsələn, bivəfa, nabələt. Vəfa sözün köküdür, leksik şəkilçidir. Bələd sözün köküdür, leksik şəkilçilərdir. Əsasən isə əvvəl söz gəlir, əvvəl kök gəlir, sonra şəkilçi gəlir. Məsələn, sənətkar. Əsasən leksik şəkilçilər kökdən sonra gəlir. Ön şəkilçilər olanda isə ön şəkilçi sözün əvvəlində gəlir, daha sonra isə kök gəlir. Bunu da qeyd elədim. Deməli, hansı ön şəkilçilərimiz var? Son olaraq onları da yazım. A, na, bi, ba, elə qafiyə ilə yadda saxlaya bilərsiniz. Anti. Elə bil ki, ana, biba, anti. Bunlar da ön şəkilçilərdir. Bu şəkilçilər sözün, kökün əvvəlində işlənir. Bunu da yadda saxlayın. Daha sonra, yazılışına görə leksik şəkilçilər 1 variantlı, 2 variantlı və 4 variantlı olur. Məsələn, 1 variantlıya yazıram nümunə olaraq cil şəkilçisi. Dayımgil, nənəmgil və s. Və yaxud da 2 variantlıya dakı, dəkki şəkilçisi, evdəki, məktəbdəki, 4 variantlıya isə yazıram. Variantlı deyəndə, yəni o şəkilçinin 4 dənə variantı var. Məsələn, cildən sadəcə bir dənədir. Yəni başqa cil demirik də, cildir sadəcə. Dakı, dəki 2 dənə variantı var. Üzərində belə 2 yazırıq. Li, lulu 4 dənə variantı var. Üzərində 4 yazırıq. Şəkilçilərin də əvvəlində baxın, belə işarə qoymağımız lazımdır. Bunu da qeyd elədim. Deməli, leksik şəkilçilərin xüsusiyyətlərini bir-bir yazdım. İndi danışaq qrammatik şəkilçilərin xüsusiyyətlərindən. Qrammatik şəkilçilərin xüsusiyyətləri hansılardır? Əvvəl işarəsini yazıram. Əvvəl işarəsini yazıram. İşarəsi belədir. Funksiyası nə idi? Funksiyasını da yazmışdım sizlər üçün. Mən ekrana... Deməli, funksiyası nə idi? Qrammatik şəkilçilərin sözün formasını dəyişdirir. Baxın, açar sözü yazıram. Dəyişdirir. Sözün formasını dəyişdirir. Yeni söz yaratmır. Sadəcə forması dəyişir. Digər adı nə idi? Söz dəyişdirici şəkilçilərdir. Söz dəyişdirici. Bunu da yuxarıda izah eləmişdim. Bu şəkilçilərin əsas funksiyaları nədir? Söz birləşmələrində və cümlədə sözlər arasında qrammatik əlaqə yaratmağa xidmət edir. Qrammatik əlaqə yaradır. Bu da nədir? Məsələn, ananın öyüdü. Baxın, ana sözü ilə öyüd sözünü birləşdirir. Nə birləşdirir? ın şəkilçisi birləşdirir. Bu ikisi arasında bir əlaqə yaratdı.
Bu şəkildə yadda saxlaya bilərsiniz. Və yaxud da evə gedirəm. Hara gedirəm? Evə gedirəm. Baxın, yönünü bildirdi. Ev gedirəm olmur. Evə gedirəm. Burada şəkilcisi yönü bildirdi. İstiqaməti bildirdi. Bu ilə bunun arasında qrammatik bir əlaqə yaratdı. Belə, bunu da izah elədim. Daha sonra qrammatik şəkilçilərin hamısı millidir. Hamısı milli şəkilçilərdir. Bunu da yadda saxlayın. Yalnız kökdən sonra işlənir. Bax, leksik şəkilçilərdə ön şəkilçilər var idi. Demişdik, həm əvvəl işlənir, həm də sonra. Qrammatikdə isə ancaq kökdən sonra işlənir. Bu da belə. Daha sonra sözə bir neçə qrammatik şəkilçi artırıla bilər. Kitablarımızdandır. Kitab sözün köküdür, lar cəm şəkilçisidir, ımız mənsubiyyətdir, dan haldır, dır isə şəxs sonluğudur. Baxın, 4 dənə qrammatik şəkilçi işləndir. Bu biraz leksikaya oxşadı, amma qrammatikdir. Hamısı qrammatikdir. Belə, bir neçə qrammatik şəkilçi də necə oldu? Ard-arda işlənir. Sonra yadınızda saxlayın. Sözə əvvəl leksik şəkilçi qoşular, daha sonra qrammatik şəkilçi qoşular. Yəni, belə ardıcıllıq belədir. Qrammatik, sonra leksik olmur. Bir neçə istisna var, onu danışarıq. Əsasən leksik, daha sonra qrammatik olur. Birinci kök, sonra leksik, sonra qrammatik. Belə, daha sonra biz necə fərqləndirək qrammatik şəkilçilərlə leksik şəkilçiləri? Əzbərləyə bilərsiniz və yaxud da elə mən izah elədiyim kimi funksiyasına baxaraq tapa bilərsiniz ki, yeni məna qazandırırsa, deməli leksikdir, formasını dəyişdirirsə, deməli qrammatikdir. Və əzbərləyə bilərsiniz deyəni nəyi nəzərdə tuturam? Deməli, əslində konkret olaraq baxa bilərsiniz ki, hansılardır qrammatik? İsimlərdə, bax, isimlərdə deməli, cəm, hal, mənsubiyyət, isim dərsində daha ətraflı danışarıq və şəxs xəbərlik şəkilçiləri. Feillərdə isə şəxs, zaman, feilin şəkillərinin şəkilçiləri, daha sonra inkarlıq, bir də təsriflənməyən formaların şəkilçiləri, yəni məsdərin, feili sifətin, feili bağlamanın şəkilçiləri. Bunlar hamısı qrammatik şəkilçilərdir. Əzbərləyə bilərsiniz, o mövzulara keçəndə daha ətraflı biləcəksiniz hansı şəkilçilərdir. Yaxud da elə mən dediyim kimi baxacaqsınız ki, formasını dəyişdirirsə, qrammatikdir, mənasını dəyişirsə, leksikdir. Belə. İndi baxın, ümumi olaraq qrammatik şəkilçilərin xüsusiyyətlərinə işarəsini dedim, funksiyasını dedim, sözün formasını dəyişdirir, söz dəyişdirir şəkilçilərdir. Sonra söz birləşmələrində, sözlər arasında, cümlədə isə cümlə özləri arasında qrammatik əlaqə yaradır. Qrammatik şəkilçilər ancaq millidir, kökdən sonra qoşulur. Sözə bir neçə qrammatik şəkilçi qoşula bilər və isimlərdə cəm, hal, mənsubiyyət, şəxs şəkilçiləri qrammatikdir. Feillərdə isə şəxs, zaman, şəkillərin şəkilçiləri, inkarlıq və təsriflənməyən formaların şəkilçiləri hər biri qrammatik şəkilçilərdir. Bunların hər birini qeyd elədim. Siz artıq leksik şəkilçiləri və qrammatik şəkilçiləri bir-birindən fərqləndirə bilərsiniz. Çünki hər birinin xüsusiyyətlərini bir-bir izah elədim. Daha sonra istəyirəm şəkilçilərin yazılışları haqqında da qısa olaraq məlumat verim. Bir də bitişdirici samitlər haqqında qısa məlumat verim. Deməli, şəkilçilərin yazılışı. Əslində çox rahatdır və
düşünürəm ki, bu mövzuda çox izaha ehtiyac yoxdur. Çünki illərdir biz çoxlu kitablar oxumuşuq, qrammatika dərsləri görmüşük. Azərbaycan dilində danışırıq, Azərbaycan dilində eşidirik və bilirik ki, şəkilsələr sözlər necə artırılır. Yəni heç kəs oturub düşünmür, görürsən burada məsələn burada 4 variantlı şəkilsələrdən hansını əlavə eləməliyik. Heç kəs bunu düşünmür. Çünki avtomatik olaraq uşaqlıqdan eşitdiyimiz üçün zehnimiz o şəkildə yadında saxlayıb. Ümumi olaraq onu deyim ki, şəkilçilər yazılışına görə 3 yerə bölünür. Bir variantlı şəkilçilər, daha sonra 2 variantlı şəkilçilər, 2 variantlı, bir də 4 variantlı. Deməli, hər birinin də özünə aid xüsusiyyətləri var. Bir variantlı o deməkdir ki, bu şəkilçinin sadəcə bir variantı var. 2 variantlı o deməkdir ki, bu şəkilçinin 2 variantı var. 4 variantlı da o deməkdir ki, bu şəkilçinin 4 dənə variantı var. Məsələn, bir variantlı da gil şəkilçisi, stan şəkilçisi. Bu ancaq bu şəkildə yazılır. Gil, stan, daş. Məsələn, vətəndaş. Baxın, vətən sözündə incə saitlərdir, lakin şəkilçi qoşulub daş. Qalın şəkilçi. Qalın sait. Ahəng qanunu pozulub. O şəkilçinin başqa variantı yoxdur. Hər sözə eyni cür qoşulur. Bir variantlı xüsusiyyəti budur. Yalnız bir cür yazılır, ahəng qanuna tabe olmur və leksik şəkilçilərdir. Hamısını qeyd eləyə bilərsiniz. Bir cür yazılır, ahəng qanuna tabe olmur. Hamısı leksik şəkilçilərdir. 2 variantlıya baxaq. 2 variantlı da, baxın, 2 variantı var. A, ə. Məsələn, dan, dən, lar, lər, da, də, la, lə. O şəkilçinin 2 dənə variantı var. Biri qalın versiyası, digəri isə incə versiyası. Yəni, 2 variantlılar damaq ahənginə uyğun artırılır. Yəni, sözdə qalın saitlər varsa, şəkilçinin də qalın versiyası seçilir. Əgər sözdə incə saitlər varsa, şəkilçinin də incə variantı seçilir və əlavə olunur. Məsələn, odun, odunlar, nənələr. Burada qalın saitlərdir, burada da qalındır, incə saitlərdir, burada incə variantı qoşuldu. Belə, deməli 2 variantlarda damaq ahənginə uyğun artırılır. 4 variantlılarda, 4 variantlı o deməkdir ki, bu şəkilçinin 4 dənə variantı var və hansı saitlər işlənir? I, I, U, Ü saitləri işlənir. Burada həm damaq ahəngidir, həm damaq ahəngi, həm də dodaq ahəngi. Damaq ahəngi bildiniz, qalın incə məsələsi. Dodaq ahəngi isə dodaqlanan, dodaqlanmayan məsələsi. Burada sözə şəkilçi artırılanda sözün son saitinə baxırsınız. Əsas olaraq sözün son saiti götürülür. Məsələn, əslində bilirsiniz, bunu heç yazmağa da ehtiyac yoxdur. Sadəcə ümumi olaraq izah edirəm. Məsələn, qələm sözünə baxaq. Qələm sözünün ikinci saiti ədir. Ə incə dodaqlanmayandır. Biz şəkilçini seçəndə incə dodaqlanmayan axtarmalıyıq. İ, incə dodaqlanmır. Qələmi. Yaxud kitab. Kitab ikinci saiti A. Qalın dodaqlanmayan. Buradan qalın və dodaqlanmayan seçirik. I. Deməli, kitabı. Daha sonra odun, U, qalın dodaqlanan. Şəkilçini də qalın dodaqlanan seçməliyik bu 4 dənəsindən. Qalın dodaqlanan U. Odunu. Sonra Ü, ömür. Ü, incə dodaqlanan. Ömrü. Burada da incə dodaqlanan budur.
Vəssalam. Bu şəkildə yadda saxlayın. Sözün son saytına baxırsınız. Onda həmin saytın xüsusiyyətləri hansıdırsa, ona uyğun şəkilcə əlavə eləyirik. Düşünməyə ehtiyac yoxdur. Həmişə eşitdiyimiz üçün, həmişə gördüyümüz üçün çox rahatlıqla şəkilcini artırırıq. Belə, sadəcə izah olaraq qeyd elədim ki, bəlkə də izah olaraq çətin ola bilər. Testdə düşsə, düşünə bilərsiniz. Görəsən, burada nəyə nəzərdə tutulur, hansı sayt nəzərdə tutulur. Həmin dəqiqə nümunə yazın. Elə nümunə ilə baxın ki, məsələn, qələmdirsə, ədirsə, ondan sonra hansı şəkil artırılır, i artırılır. Bu şəkildə nümunə ilə tapa bilərsiniz. Belə. Son olaraq bitişdirici samitlər haqqında da nümunələr yazın, bitişdirici samitlər haqqında da izah verim və bu mövzumuzu yekunlaşdıraq. Bitişdirici samitlər. Bitişdirici samitlər nədir? Saitlə bitən sözlərə, bax, saitlə bitən sözlərə, saitlə başlayan şəkilci artırdıqda sözlə şəkilci arasına bitişdirici samit artırılır. Bir növ körpü rolunu oynayır. Bitişdirici samitlər körpü nümunəsində yadda saxlaya bilərsiniz. Məsələn, yazıram ana. Ana sözü saitlə bitdi. Buna bir dənə saitlə başlayan şəkilci artırırıq. In. Axı demişdik, Azərbaycanın 2 sait yanaşı gəlmir. Ona görə bitişdirici əlavə eləyirik. Ananın, anası və yaxud da nənəyə söz saitlə bitirsə, ona saitlə başlayan şəkilci artıranda nə olur? Bitişdirici samit əlavə olunur. Bitişdirici samitdə bitişdirici samitlər hansılardır? N, y, s. Nümunə üçün saniyə sözünü yadda saxlaya bilərsiniz. Saniyə sözündəki samitlər bitişdirici samitlərdir. Belə. Nümunələr də yazdım. Burada nəyə diqqət eləyin? Burada nəyə mütləq diqqət eləməlisiniz? Bunu nə ilə qarışdıra bilərsiniz? Yadınızdadır, biz fonetika dərsində danışmışdıq. Ç-y əvəzlənməsindən danışmışdıq. Bax, bununla qarışdırmayın. Məsələn, yazıram tam çiyələk. Baxın, çiyələyin. Burada düşünə bilərsiniz ki, i. Bu arasında y var. Deməli, bu bitişdirici samitdir. Deyil. Bitişdirici samit harda olmalıydı? Saitlə bitibsə və saitlə başlayan şəkilci varsa, bu ikisinin arasında olmalıdır. Sözün kökü çiyələ deyil axı, çiyələkdir. Deməli, burada ç-y əvəzlənməsi olub. Çiyələk sözünün sonuncu k samiti y ilə əvəz olunub. Burada bitişdirici samit yoxdur. Bu məqama diqqət eləyərsiniz. Ç-y əvəzlənməsində bitişdirici samit yoxdur. Bitişdirici samit olmağı üçün söz saitlə bitməlidir və ona saitlə başlayan şəkilci artırılmalıdır. Daha bir məqam var, onu da yadda saxlayın. Bəzən ola bilir. Bəzən saitlə bitən sözlərə samitlə başlayan şəkilci artırıldıqda da bitişdirici samitdən istifadə edirik. Məsələn, o sözünə dan şəkilcisini artıraq. Odan olmur axı. Ondan, bundan. Bəzən, baxın, bu şəkildə də olur. Söz saitlə başlayır. Yəni, söz saitlə bitir daha doğrusu. Ona artırılan şəkilci samit olsa belə, orada yenə də bitişdiriciyə ehtiyac olur. Məsələn, budan demirik, bundan deyirik. Və yaxud da nənəsindən. Nənəsidən olmur, nənəsindən olur. Bəzən belə məqamlarda olur. Bunu da yadınızda saxlayın. Belə, leksik və qrammatik şəkilcilər haqqında bu qədər. Xudahafiz.